usikum və nəfsi bitəqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Bildiyiniz kimi, Məhərrəm ayında bizim əzizimiz Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin əziz nəvəsi İmam Hüseyn əleyhissalam şəhid olmuşdu və qarşıdan Aşura günü gəlir. İstəyirəm Aşura gününün barəsində danışım. Aşura günü ən əhəmiyyətli günlərdən biridir. Və diqqət etsək, tarixdə İmam Hüseyn əleyhissalam şəhid olandan sonra çalışdılar ki, İmam Hüseyn əleyhissalamla mübarizə aparmaq üçün müəyyən işlər görsünlər. Onlardan biri bu oldu ki, İmam Hüseyn əleyhissalamın ziyarətinə qadağa qoydular, məzarını dağıtdılar və daha sonra istədilər ki, cəmaat Aşura gününü keçirtməsin deyənə müəyyən uydurma, saxta hədislər düzəltdilər. Hansı ki, o hədislərdə bu cür deyilirdi ki, Peyğəmbərlər Aşura günündə nicat tapıb. Müəyyən Peyğəmbərlərdən sözlər dedilər ki, həmin Peyğəmbərlər Aşura günü nicat tapıblar. Ta ki, insanlar Aşura günü matəm yox, bayram eləsinlər. Buna cəhd etdilər. Amma buna baxmayaraq, təbii ki, haqq öz yerini tutur və insanların qəlbində olan İmam Hüseyn əleyhissalama məhəbbət və matəm davamlı şəkildə nəsil və nəsil davam etməyə başladı. Aşura barəsində danışdığımız zaman Aşura günü hansı gündür? Aşura Məhərrəm ayının 10-cu günüdür. Haqla batilin üz-üzə gəldiyi gündür Aşura. Aşuranın bu qədər əzəmətli olması, yadda qalan olmasının əsas amillərdən biri budur ki, Aşurada İmam Hüseyn əleyhissalam və onunla birlikdə olan az bir dəstə Allaha xatir bu işi görmüşdülər ki, ona dinimizdə ixlas deyirlər. Sırf Allah rizasına bu işi görmüşdülər. Və İmam Hüseyn əleyhissalamın Kərbəla çölündə şəhid olması, hansı ki, Peyğəmbərimiz öz zamanında hələ İmam Hüseyn əleyhissalamın az yaşı var idi, Peyğəmbərimiz İmam Hüseyn əleyhissalamın şəhid olmasından xəbər verir. Qeyd eləyirlər rəvayətdə ki, günlərin birində İmam Hüseyn əleyhissalam anası Fatimə-i Zəhraya şikayət edir. Kimdən şikayət eləyir? Babası Peyğəmbərdən. Şikayət nədən ibarətdir? Şikayət ondan ibarətdir ki, babam Peyğəmbər həmişə mənim boğazımdan öpür. Səbəb nədir? Ne üçün Həsənin üzündən öpür, gözündən öpür, amma məni öpəndə mənim boğazımdan öpür. Onda xanım Fatimə-i Zəhra salamullahi əleyha atası Peyğəmbərdən bu hadisənin nə səbəblə olduğunu soruşduğu zaman Peyğəmbərimiz xanım Fatimə-i Zəhraya bu cür deyir. Deyir, ey Fatimə, günlərin birində Həsən bir dizimdə idi, Hüseyin bir dizimdə oturmuşdu. Cəbrail mələyi gəldi, dedi, Peyğəmbər, bunları çox sevirsən. Peyğəmbərimiz buyurdu ki, bunlardan əziz mənə kim var? Bunlardan əziz mənə kim var? Cəbrail dedi ki, ey Peyğəmbər, bunların şəhid olmasını sənə xəbər verin. Dedi, Həsəni zəhərləyəcəklər, Hüseyni də şəhid edəcəklər, başını kesəcəklər. Hətta Allah rəhmət etsin, Məhəmməd Füzuli öz əsərində qeyd edir ki, Peyğəmbərimiz bir parça torpaq Ümmü Sələməyə verir, həyat yoldaşı Ümmü Sələməyə verir. Ümmü Sələməyə deyir ki, bu torpağı saxlayına və bir zaman bu torpaq qırmızı rəngə boyanacaq. Ümmü Sələmə deyir ki, Məhərrəm ayının Aşura günündə gördüm ki, torpaq qırmızı rənglidir. O həmin hadisə idi ki, Peyğəmbərimiz İmam Hüseyn əleyhissalamın şəhid olmasından xəbər vermişdi.
Aşura günü biz müsəlmanlar üçün çox önəmli bir gündür. Aşura günü İmam Hüseyn əleyhissalamın haqq yolunda susmaq, zülmə razı olmaq kimi qiymətləndirir. İmam Hüseyn əleyhissalam göstərir ki, hər kəs zülmə sakit qalarsa, susarsa, elə zalimin zülmünə razıdır. Və hətta İmam Hüseyn əleyhissalamın o kəlamında var ki, İmam Hüseyn əleyhissalam buyurur ki, mənim kimilər Yezid kimilərə tabe olmazlar. Həzrəti İmam Hüseyn əleyhissalam bu cür buyurur. Və İmam Hüseyn əleyhissalam göstərir ki, dünyaya göstərir ki, az da olsa, azlıqla da olsa, haqqı müdafiə edənlər qalibdirlər. Üstündən görün neçə yüz il keçib. Bəzi insanlar irad eləyirlər ki, gör neçə yüz il keçib, yenə də bunlar Hüseyn üçün matəm saxlayırlar. Yenə də Hüseyn üçün ağlayırlar. Yenə də Hüseyn üçün təziyə saxlayırlar. Bu, həmin haqqın çağırışıdır. Haqqın çağırışıdır. İbrahim əleyhissalam həcci təmir edəndən sonra, Kəbə evini təmir edəndən sonra Allah Taala Həzrəti İbrahimə buyurdu ki, ey İbrahim, insanları Kəbəyə tərəf çağırgına. İbrahim əleyhissalam buyurdu ki, axı mənim səsim çatmaz. Allah Taala buyurdu ki, biz sənin səsini sonraki nəsilləri də çatdırarıq. Bəs bu İmam Hüseyn əleyhissalamın Allah Taalanın yolunda, din yolunda şəhid olmasını Allah Taala sonraki nəsillərə çatdırdı və az olmasına baxmayaraq. Quran-ı Kərimdə Allah Taala buyurur ki, Kəm min fiətin, qəlilətin, qələbət fiətən kəthirə. Nə qədər olub ki, az dəstələr, çox dəstələrə qalib olublar. Dəstə azdır. Düzdür, İmam Hüseyn şəhid oldu. Amma İmam Hüseyn əleyhissalamın şəhid olması ilə haqq tanındı, haqq bilindi. Dünya tarixində Aşura qətliamı kimi düşən bu mübarizədə İmam Hüseyn əleyhissalam həm insani və həm də İslami dəyərləri qorudu. Bəs İmam Hüseyn əleyhissalamın şəhid olması azadlığın, hürriyyətin bir simvoluna çevrildi. İmam Hüseyndən sonraki nəsillər azadlığı əldə etmək üçün, hürriyyəti əldə etmək üçün biz İmam Hüseyndən öyrəndik bunu dedilər. İmam Hüseyn əleyhissalam göstərdi ki, sayımızın az olmasına baxmayaraq, biz öz hədəfimizə doğru irəliləməliyik. Və İmam Hüseyn əleyhissalamın Kərbəlada, Aşurada bir neçə kəlamı var, bir neçə sözü var. O həmin sözlərdən biri budur. Həzrət buyurur ki, İnni lə ərəl mavtə illa səadətən. Həqiqətən mən ölümü səadətdən başqa bir şey bilmirəm. İnni lə ərəl mavtə illa səadətən. Vəl həyatə məəz zaliminə illa bərama. Zalimlarla yaşamağı isə zəlillikdən başqa bir şey bilmirəm. Həzrəti İmam Hüseyn əleyhissalamın məşhur kəlamlarındandır bu. Və İmam Hüseyn əleyhissalam dünyaya bir çağırış etdi. Dünyaya bir səsləndi ki, heç bir məzlumun haqqı yerdə qalmaz və heç bir zalim yer üzündə hökmranlıq edə bilməz. Və günümüzə qədər İmam Hüseyn əleyhissalamın əzadarlığı təşkil olunur və inşallah Allah Taala'dan duamız budur ki, Allah Taala etdiyimiz bu əzadarlıqları qəbul etsin. Allah Taala bütün arzu edənlərə müqəddəs Kərbəla ziyarətini nəsib etsin. Allah Taala bu cümələr hörmətinə günahlarımızı əfv edib tövbələrimizi qəbul etsin. Allah Taala aqibətimizi xeyirli etsin. Dünya və axirətimizi salamat etsin. Allah Taala dünya və axirət çətinliklərindən cümləmizə nicat versin. Allah Taala şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur etsin. Allah Taala qazilərimizə səbir, şəfa inayət etsin. Allah Taala dünyadan köçən bütün müsəlmanlara rəhmət etsin. Allah Taala dünyada olan müsəlmanları hidayət və salamat etsin. Allah Taala dünyanın hər bir yerində sülh və əmin-amanlıq
bərqərar etsin. Allah Taala xalqımızın düşmənlərini, dinimizin düşmənlərini məhv nabud etsin. Allah Taala bizim ölkəmizdə, dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala qəlbimizdən keçən gizli, aşkar olan dualarımızı qəbul etsin. Allah Taala inşallah iltiması dua deyənlərin dualarını müstəcab etsin. Allah Taala bütün xəstələrə tezliklə şəfa inayət etsin. İnşallah dualarımızın qəbul olmasına xatir Həzrət İmam Hüseyn əleyhissalam, Kərbəla şəhidləri, Kərbəla əsirləri, vətən uğrunda şəhid olanların ruhuna 3 dəfə salavat zikr edək.